Salam, hər vaxtınız xeyir olsun. Türk dövlət qurumlarına aid olan belə bir xəritə sualımız var. Gəlin sualın şərtinə keçək. Sualın şərtində qeyd olunur ki, xəritə sxemində göstərilən Türk dövlət qurumlarından Başqırdistan, Tıva, Kabarda-Balkar və Çuvaşiya hansı rəqəmlərlə göstərilib? Biz bilirik ki, Türk dövlət qurumları region etibarilə əsasən 3 əsas regionda yerləşir. Sibir regionu, Volqa-boyu Ural və Şimali Qafqaz regionunda. Gəlin burada xəritə üzərində verilmiş qurumları bir-bir adlandıraq. Daha sonra onların içərisindən sualın şərtində bizdən soruşulanları qeyd edək. Birinci, qeyd eləmək lazımdır ki, 1, 2, 3 və 4-cü rəqəmlə verilmiş qurumlar Sibir regionunu əhatə edir. Birinci, bax bura adlanır Tıva. 2, Altay. 3, Xakasya və yaxud da Xakas. 4. Bunların içərisində sahəsinə görə ən böyüyü Saxa-Yakutiya. Bunlar oldu Sibir regionu. Keçək indi Volqa-boyu Ural regionuna. 5-ci Başqırdistan. 6. Tataristan. 7. Çuvaş. İndi isə qaldı Şimali Qafqaz regionu. 8. Kabarda-Balkardır. 9. Qaraçay, Çərkəz. Bax belə, indi bizə verilmiş sualın şərtində hansı qurumlar idi? Başqırdistandır. Başqırdistan burada qeyd olunub 5 rəqəmi ilə Volqa-boyu Ural regionuna aiddir. Yazıram bura 5. Sonra Tıva. Tıva bizə aiddir burada. Sibir regionunda 1 rəqəmi ilə işarə olunub. 1. Kabarda-Balkar Şimali Qafqaz regionuna aiddir. 8 ilə işarə eləmişik. 8. Və Çuvaşiya. Çuvaş da Volqa-boyu Uralda aiddir. 7 rəqəmi ilə işarə olunub. 7. Deməli, sualımızın cavabı olur 5, 1, 8, 7. Bu qədər.